Vaxt itirmədən 22 dekabr, 28 dekabr həftəsinin həftəlik bürc şərhlərinə dərhal Qoç bürcündən başlayaq. Əziz Qoç və yüksələn Qoçlar, bu həftə hədəfləriniz, ideallarınız, həyata yanaşma tərziniz və karyera istiqamətiniz əvvəlkindən daha çox önəm qazanır. Artıq Oxatan bürcünün son dərəcələrində baş verən yeni ayı yaşamısınız və bu səyahətlər, təhsil, xariclə bağlı əlaqələr və ticarət təşəbbüsləri sahəsində sürətli inkişafların qapıda olduğunu göstərir. Eyni zamanda planlama tələb edən proseslər və zaman-zaman ortaya çıxa biləcək gecikmə və aksaqlıqlar da gündəmə gələ bilər. Hazırda işləməsəniz belə, bu təsirlər sizi dolayı yolla təsirləndirə bilər. Evli Qoçlar üçün həyat yoldaşının qohumları və ya bacı qardaşları ilə bağlı hadisələr, subay olanlar üçün isə uzaqda yaşayan qohumların həyatında baş verəcək önəmli inkişaflar həftənizə yansıya bilər. İşləyən Qoçlar üçünsə temp kifayət qədər yüksək olacaq. Uzun zamandır ilk dəfə bu qədər intensiv çalışdığınızı və enerjinizi tam şəkildə işinizə yönəltdiyinizi hiss edə bilərsiniz. Bu dövrdə tək qalmaq istəməyəcək, daha çox insanların arasında olmağa üstünlük verəcəksiniz. Görünən olmaq, cəmiyyət içində olmaq sizə yaxşı təsir edəcək. Venera ilə Neptun arasındakı gərgin təsir xüsusilə ticarət mövzularında aldadıcı hallara diqqət çəkir. Sosial mediadan aktiv istifadə edirsinizsə, kimlərlə ünsiyyətdə olduğunuza və kimlərdən gələn mesajlara qarşı daha ehtiyatlı olmağınız faydalı olar. Onlayn alış-veriş, rəqəmsal satışlar və ya internet üzərindən bağlanan razılaşmalar bu dövrdə yanlış yönləndirmələrə açıq ola bilər. Digər tərəfdən, uzun müddətdir təhsil fürsəti gözləyənlər və ya hüquqi bir prosesdən xəbər almağa ümid edənlər üçün bu həftə sürətli inkişaflar və gözlənilən xəbərlər gündəmə gələ bilər. Veneranın Oğlaq bürcünə keçməsi ilə diqqətiniz daha çox işinizə, gücünüzə və məsuliyyətlərinizə yönələcək. Ailə daxilində daha ənənəvi və ehtiyatlı bir mövqe sərgiləyə bilərsiniz. Artıq təkcə sürətlə irəliləmək deyil, gördüyünüz işlə hörmət qazanmaq və qalıcı bir duruş ortaya qoymaq da sizin üçün prioritet olacaq. Bu dövr karyeranızda möhkəm addımlar atacağınız və önəmli irəliləyişlər əldə edəcəyiniz bir mərhələnin başlanğıcını göstərir. Əgər həyatınızda biri varsa, onunla birlikdə ailə mühitində daha çox vaxt keçirmək istəyə bilərsiniz. Sevdiyiniz insanla yuva qurmaq, ailə olmaq fikrini müzakirə etmək və bu istiqamətdə ciddi söhbətlər aparmaq xüsusilə çərşənbə günündən sonra gündəmə gələ bilər. Sizə gözəl və uğurlu bir həftə arzuluyuram, əziz Qoç və yüksələn Qoçlar. Əziz Buğa və yüksələn Buğalar. Həftəyə uzaqdan gələcək, diqqət çəkən xəbərlərlə başlayırsınız. Uzaqda yaşayan qohumlar, dost tanışlar və ya sizə çox da yaxın olmayan şəxslərlə bağlı önəmli inkişaflar gündəminizə düşə bilər. Keçən həftə sonu Oxatan bürcündə baş verən yeni ay sizin ortaq və paylaşılan maliyyə sahələrinizi təsirləndirmişdi. Buna görə də maddi mövzularda verilməli olan qərarlar, aparvan hesablamalar və maliyyə gözləntiləri bu dövrdə daha aydın görünmüş ola bilər. Əgər bəzi gözləntiləriniz qarşılanmayıbsa və ya maliyyə məsələlərində gecikmələr, aksaqlıqlar yaşamısınızsa, indi vəziyyətə fərqli bucaqdan baxmaq və yanaşmanızı dəyişmək zamanıdır, əziz buğalar. Harada səhv etdiyinizi, hansı mövzunun sizə dərs verməyə çalışdığını sorğulamaq bu həftə sizin üçün olduqca faydalı olacaq. Venera ilə Neptun arasındakı gərgin təsir, xüsusilə dost çevrəsi ilə birlikdə aparılan maliyyə işlərində məyusluqlara açıq bir prosesi göstərir. Sizə yaxın olan bəzi insanların iş və karyera həyatlarında yaşadığı çətinliklərə şahid ola bilərsiniz. Bu dövrdə pulla bağlı hər hansı təşəbbüsünüz varsa, ödəniş gözləyirsinizsə, kredit və ya bank əməliyyatları ilə məşğulsunuzsa, daha ehtiyatlı davranmağınız faydalı olar. Yanlış anlaşılmalar, aldadıcı vədlər və ya maliyyə mövzularında qeyri-müəyyənliklər gündəmə gələ bilər. Xoşbəxtlikdən bu təsirlər uzun çəkməyəcək. Çərşənbə günü Veneranın Oğlaq bürcünə keçməsi ilə enerjiniz dəyişməyə başlayır. Daha çox hərəkətdə olacağınız, səyahət planlarının artacağı, gələcək hədəflərinizi dəqiqləşdirəcəyiniz və insanlarla bir arada olmaqdan zövq alacağınız bir dövrə qədəm qoyursunuz. Təhsillə bağlı mövzular sürət qazana bilər. Qurduğunuz yeni əlaqələr sayəsində iş və karyera sahəsində yaşadığınız çətinliklərin tədricən geridə qaldığını da hiss edə bilərsiniz. Sizə gözəl və uğurlu bir həftə arzuluyuram, əziz buğalar. Əziz əkizlər və yüksələn əkizlər. Həftəyə maddi mövzuların
daha çox ön plana çıxdığı bir gündəmlə başlayırsınız. Pul alış-verişləri, alacaq-verəcək balansı, bank və rəsmi maliyyə əməliyyatları bu həftə əsas mövzular sırasında olacaq. Nələri necə tənzimləməli olduğunuz, hansı addımı nə vaxt atmalı olduğunuz barədə daha çox düşünə bilərsiniz. Şəxsi həyat tərəfdə isə ehtirasınızın və cinsəlliyə olan marağınızın artdığını hiss edə bilərsiniz. Ancaq hansı işlə məşğul olmağınızdan asılı olmayaraq, bu dövrdə daha nəzarətli, daha ənənəvi və ehtiyatlı bir mövqe tutmaq sizin üçün faydalı olacaq. Əgər həyatınızda bir partnyor və ya həyat yoldaşı varsa, onun maddi mübarizəsinə, maliyyə mövzularında yaşadığı proseslərə yaxından şahid ola bilərsiniz. Hətta ondan bəzi gözləntiləriniz ola bilər və bu gözləntilərin qarşılanması da mümkün görünür. Keçən şənbə günü baş verən yeni ay sizin ikili münasibətlər və şəxsi həyat sahənizi təsirləndirdi. Bu da münasibətlərlə bağlı önəmli addımların gündəmə gəlməsi deməkdir. Söz, nişan, evlilik və ya mövcud münasibətdə veriləcək ciddi qərarlar bu yeni ayın əsas mövzuları arasındadır. Ancaq bu yeni ay bir qədər çətin enerjilərlə gəldiyi üçün öncədən bəzi həqiqətlərlə üzləşmiş ola bilərsiniz. Göz ardı etdiyiniz mövzular aydınlaşmış, bəzi fərqindəliklər qaçılmaz hala gəlmiş ola bilər. Məhz bu səbəbdən bu dövrdə özünüzü aldatmadan irəliləməyiniz çox önəmlidir, əziz əkizlər. Sadəcə tək qalmamaq və ya bir münasibəti davam etdirmək naminə bəzi həqiqətləri görməzlikdən gəlmək uzun müddətli perspektivdə sizi yorub yıprada bilər. Əgər münasibətinizdə axsamalar varsa, bunları danışmaq və ya buna uyğun istiqamət müəyyənləşdirmək sizin üçün daha sağlam olacaq. Sevdiyiniz insanın şərtlərini və həyatındakı dinamikləri nəzərə alaraq hərəkət etmək də bu dövrdə həlledici ola bilər. Veneranın Oğlaq bürcünə keçməsi ilə birlikdə isə maddi baxımdan daha rahat bir mərhələyə daxil olursunuz. Xüsusilə həyat yoldaşından və ya ortaq mənbələrdən qaynaqlanan maliyyə sıxıntıları, gecikmələr və ya gözləntilər bu keçidlə birlikdə yüngülləşməyə başlaya bilər. Çərşənbə günündən sonra maliyyə mövzularında daha rahat bir axın hiss edə bilərsiniz. Miras, aliment və ya uzun müddətdir həllini gözləyən maddi məsələlər artıq daha asan nəticələnə bilər. Bu dövr, verdiyiniz zəhmətin qarşılığını almağa başladığınız, haqq etdiyiniz qazanc və imkanlarla üzünüzün güləcəyi bir zaman kəsiyi olacaq. Bütün bu inkişaflar sizi gözlədiyinizdən daha çox sevindirə bilər. Sizə gözəl bir həftə arzulayıram, əziz əkizlər və yüksələn əkizlər. Əziz xərçəng və yüksələn xərçənglər. Həftəyə ikili münasibətləriniz və şəxsi həyatınızın detalları ilə başlayırsınız. Bu isə belə deməkdir. Əgər həyatınızda biri varsa, bu həftə ona qarşı marağınız nəzərə çarpacaq dərəcədə arta bilər. Daha tez-tez zəng etmək, mesajlaşmaq, birlikdə planlar qurmaq istəyə bilərsiniz. Flört mərhələsində olan və ya hələ yeni formalaşmağa başlayan bir münasibətiniz varsa, sevdiyiniz insanın təsdiqini almaq və onunla daha çox vaxt keçirmək sizin üçün prioritetə çevrilə bilər. Əgər romantik mövzular gündəminizdə deyilsə və daha çox iş həyatına fokuslanmısınızsa, bu həftə ortaq şəkildə görüləcək işlər və əməkdaşlıqlar sizə önəmli fürsətlər təqdim edə bilər. Keçən həftə baş verən yeni ay sizin iş, xidmət və sağlamlıq sahələrinizi təsirləndirmişdi. Bu da iş həyatınızla bağlı verilməli olan bəzi kritik qərarları gündəmə gətirir. Ancaq bu qərarlar eyni zamanda sizi yoran, çətinləşdirən və ya uzun müddətdir mübarizə apardığınız mövzularla da əlaqəli ola bilər. Birlikdə çalışdığınız insanların həyatında bəzi çətinliklər yaşana bilər və ya siz bu problemləri artıq eşitmiş ola bilərsiniz. Onlara dəstək olmaq istəyiniz arta bilər. Hətta bəzən lazım olduğundan artıq fədakarlıq etməyə meyilli ola bilərsiniz. Məhz bu nöqtədə diqqətli olmalısınız. İş yoldaşlarınızla və ya xidmət aldığınız insanlarla münasibətlərinizdə yanıltıcı vəziyyətlərə açıq bir dövrdəsiniz. Deyilənlərlə reallıq üst-üstə düşməyə bilər. Asanlıqla yönləndirilər və ya razı salına bilərsiniz. Ev həyatınızda sizə dəstək olan insanlarla, məsələn baxıcılar, köməkçilər və ya təmizlik üçün gələn şəxslərlə bağlı da bəzi çətinliklər gündəmə gələ bilər. Bu münasibətlərdə sərhədlərinizi aydın şəkildə qorumaq sizin xeyrinizə olacaq. Veneranın Oğlaq bürcünə keçməsi ilə isə münasibətlər baxımından daha toparlayıcı bir mərhələyə daxil olursunuz.
Çərşənbə günündən sonra münasibətləriniz güclənməyə başlayır. Sevgi ilə böyüyən, daha möhkəm təməllərə söykənən bağlar qura bilərsiniz. Əgər son dövrlərdə mübahisələr, incikliklər və ya müvəqqəti ayrılıqlar yaşamısınızsa, bu keçidlə birlikdə bunları geridə qoymaq daha asan olacaq. Eyni zamanda sosial baxımdan daha görünən olacağınız, populyarlığınızın artacağı və sevdiklərinizlə həyatı daha çox paylaşmaq istəyəcəyiniz bir dövr sizi gözləyir. Həyatın dadını daha çox çıxaracağınız bu mərhələdən zövq almanızı arzulayıram. Gözəl bir həftə olsun, əziz xərçənglər. Əziz şir və yüksələn şirlər. Bu həftə sağlamlıqla bağlı mövzular gündəminizdə daha çox yer tuta bilər. Səhər oyandığınız zaman bədəninizdə tutulmalar, xüsusilə bel və kürək nahiyəsində ağrılar hiss edə bilərsiniz. Revmatik həssaslıqlar da özünü göstərə bilər. Bununla yanaşı, dəri sağlamlığınıza xüsusi diqqət yetirməli olduğunuz bir dövrdəsiniz. Quruluq, həssaslıq kimi hallara qarşı ehtiyatlı olmaq faydalı olar. Xüsusilə dizlər, dişlər və dəri ilə bağlı mövzular həftəyə başlayarkən ön plana çıxır. Həftə boyunca gündəlik həyatın tempi də artacaq. İş həyatınıza daha çox fokuslanacaq. İş rejiminizdə daha ehtiyatlı və daha ənənəvi bir yanaşma sərgiləyə bilərsiniz. Onsuz da bir müddətdir enerjinizi əsasən işə, gündəlik məsuliyyətlərə və sağlamlıq mövzularına yönəltmiş vəziyyətdəsiniz. Keçən şənbə baş verən yeni ayın təsiri ilə sevgi həyatımızda önəmli qərarlar gündəmə gəlmiş ola bilər. Bu təsirlər hələ təzə olduğu üçün qarşıdakı günlərdə də özünü hiss etdirməyə davam edəcək. Övladınızla bağlı mövzular da bu dövrdə ön plana çıxa bilər. Ancaq bu yeni ay bir qədər yorucu və çətinləyici enerji daşıdığı üçün həm maddi məsələlərdə, həm də uşaqlarla əlaqəli sahələrdə bəzi reallıqlarla üzləşmiş olma ehtimalınız var. Bu səbəbdən maliyyə mövzularında, riskli təşəbbüslərdə, sevgi həyatınızda və uşaqlarla bağlı atacağınız addımlarda daha diqqətli davranmağınız vacibdir. Yanıltıcı təsirlər aktiv ola biləcəyindən, ətrafınızdakı insanların dediklərinə həddindən artıq qapılmamağa çalışın. Anlıq təsirlərlə verilən qərarlar sonradan öz düşüncələrinizlə ziddiyyət təşkil edə bilər. Bununla belə, sizi rahatladacaq bir inkişaf var. Mümkün problemləri bu dövrdə daha asan geridə qoya biləcəyiniz bir mərhələyə daxil olursunuz. Çərşənbə günündən sonra Veneranın Oğlaq bürcünə keçməsi ilə iş həyatımızda daha sakit və konstruktiv bir mühit formalaşacaq. İş mühitində yaşanan gərginliklər yerini daha uyğun münasibətlərə verə bilər. Birlikdə çalışdığınız insanlarla bağlarınız güclənə bilər. Eyni zamanda sağlamlıqla bağlı müayinələr etdirmək, vəziyyətinizi gözdən keçirmək və lazımi qərarları almaq baxımından da dəstəkləyici bir dövrdəsiniz. Gözəl və balanslı bir həftə arzulayıram, əziz şirlər. Əziz qız və yüksələn qızlar. Bu həftəyə ümumilikdə xoş və müsbət bir atmosferlə başlayırsınız. Bu dövrdə sizi sevindirəcək inkişaflar ön planda olacaq. Ancaq sevgi həyatınızda və sevdiyiniz insanla aranızdakı bağda nəzarət etmək istəyinizin bir qədər artdığını hiss edə bilərsiniz. Bu isə bəzən qarşı tərəfin azad sahəsinə müdaxilə edirmişsiniz kimi qəbul oluna bilər. Buna görə həm övladınızla aranızdakı tarazlığı qorumağa, həm də partnyorunuzun həyatını nizamlamağa çalışarkən onu boğmamağa diqqət yetirməyiniz faydalı olar. Yaxşı niyyətlə edilən müdaxilələr yanlış anlaşılmalara səbəb ola bilər. Həftə bu mövzularla başlayarkən, yaxın zamanda baş verən yeni ayın təsirləri də aktiv olacaq. Bu yeni ay ev, ailə və yaşam məkanınızla bağlı önəmli qərarları gündəminizə gətirir. Ancaq bu qərarlar hər zaman planlaşdırdığımız kimi irəliləməyə bilər. Bəzi məsələlər yarım qala və ya gözlədiyiniz nəticəni verməyə bilər. Ev almaq, köçmək və ya yerləşimlə bağlı bir addım atmağı düşünürsünüzsə, bu prosesdə gözlənilməz xırda problemlərlə qarşılaşma ehtimalınız var. Hesablamalar tutmaya bilər və ya maddi şərtlər düşündüyünüzdən fərqli inkişaf edə bilər. Eyni zamanda, ata tərəfi, babanız və ya atanızla bağlı bəzi məsuliyyətlər və çətinliklər də gündəmə gələ bilər. Digər tərəfdən, Venera ilə Neptun arasındakı təsir, münasibətlərdə daha diqqətli olmağınız lazım olduğunu xatırladır. Ailə münasibətlərində gözləntiləri həddindən artıq yüksəltmək məyusluq yarada bilər. Bu dövrdə sevdiyiniz insanın öz ailəsi ilə yaşadığı bəzi çətinliklər və ailəvi mövzular sizin də gündəminizə daşına bilər. Xoşbəxtlikdən bu vəziyyət uzun çəkməyəcək. Çərşənbə günündən etibarən Veneranın Oğlaq bürcünə keçməsi ilə enerjiniz daha çox zövq aldığınız,
sizi məhsuldar və xoşbəxt edən sahələrə yönələcək. Övladınızla münasibətiniz daha intizamlı, eyni zamanda səmərəli şəkildə irəliləyə bilər. Əgər hazırda həyatınızda bir münasibət yoxdursa, sevgi mövzusunda daha ənənəvi, güvən verən və ayaqları yerə basan insanlara yönəlməyiniz mümkündür. Bu dövrdə addım atmaqdan çox, qarşı tərəfdən təşəbbüs gözləməyi də seçə bilərsiniz. Bədii fəaliyyətlər, yaradıcı layihələr və sizi həm ciddilik, həm də zövq hissi ilə bəsləyən məşğuliyyətlər önümüzdəki həftələrdə ön plana çıxacaq. Həddindən artıq hərəkətli və səthi mövzular yerinə sizə rahatlıq və güvən verən sahələrdə irəliləmək sizi daha xoşbəxt edəcək. Bu prosesin dadını çıxarmağınızı tövsiyə edirəm. Gözəl bir həftə arzulayıram, əziz qızlar. Əziz tərəzi və yüksələn tərəzilər. Bu həftəyə eviniz, ailəniz və yaşam məkanınızla bağlı mövzulara fokuslanaraq başlayırsınız. Ailə daxilində müzakirə olunmalı önəmli məsələlər və evlə əlaqəli görüləsi işlər gündəminizi məşğul edə bilər. Bu prosesdə ev mühitində söz sahibi olmaq, nizam-intizam yaratmaq və nəzarəti əlinizdə saxlamaq istəyiniz arta bilər. Ancaq bu nəzarət arzusunu həyata keçirərkən, başqalarının fikirlərini nəzərə almasanız, ailə üzvləri və ya valideynlərlə lazımsız mübahisələr və gərginliklər yaşanması da mümkündür. Buna görə addımlarınızı daha tarazlı atmağınız faydalı olar. Keçən həftə baş verən yeni ayın təsiri ilə ünsiyyət trafikiniz xeyli sürətlənib. Sosial mediadan aktiv istifadə edən tərəzilər üçün bu dövr olduqca hərəkətli keçə bilər. Satış, tanıtım, reklam, marketinq, onlayn platformalar və təhsillə bağlı mövzular ön plana çıxarkən, bu sahələrdə atacağınız addımlar həyatınıza canlanma gətirə bilər. Lakin siz bu istiqamətdə irəliləmək və ticari fəaliyyətlərinizi böyütmək istəyərkən, birlikdə çalışdığınız insanların həyatında ortaya çıxa biləcək sağlamlıq problemləri və ya müxtəlif çətinliklər planlarınızı ləngidə bilər. Bu da bəzi işlərin təxirə salınmasına səbəb ola bilər. Belə hallarda yaşanan gecikmələr əhvalınızı poza və komanda yoldaşlarınızla aranızda müəyyən problemləri gündəmə gətirə bilər. Hadisələri olduğundan artıq böyütməmək, daha sakit və qurucu bir yanaşma sərgiləmək bu prosesdə olduqca önəmlidir. Yaxın çevrəniz və qohumlarınızla münasibətləri gücləndirməyə fokuslanmağınız uzun müddətli perspektivdə sizə daha möhkəm bir zəmin yaradacaq. Çərşənbə günündən etibarən Veneranın Oğlaq bürcünə keçməsi ilə ev, ailə və yuva mövzuları daha da ön plana çıxacaq. Evinizdə qonaq qəbul etmək, sevdiklərinizlə bir araya gəlmək, ev mühitində çalışmaq və məhsuldar olmaq sizə yaxşı təsir edə bilər. Əgər son dövrlərdə ailə daxilində müəyyən narahatlıqlar və ya mübahisələr yaşanıbsa, bu keçid sayəsində ortamı yumşalda və evinizdə daha sakit, xoş bir nizam qura bilərsiniz. Gözəl və huzurlu bir həftə arzulayıram. Əziz əqrəb və yüksələn əqrəblər. Ünsiyyətin çox intensiv olacağı bir həftəyə qədəm qoyursunuz. Yaxın çevrənizdə yer alan hər kəslə, qardaşlarınız, qohumlarınız, dostlarınız və həyat yoldaşınızla daha tez-tez bir araya gəlmək, onlarla daha çox vaxt keçirmək istəyə bilərsiniz. Bu dövrdə ətrafınızla təmasınız artdıqca, münasibətləriniz də olduqca hərəkətli bir hal alacaq. Lakin bu sıxlıq eyni zamanda daha çox səy və nəzarət ehtiyacını da özü ilə gətirə bilər. Yaxınınızdakı insanları yönləndirmə, sözünüzü keçirmə istəyi artarkən, xüsusilə qardaşlarınızla və ya qohum münasibətlərində zaman-zaman sürtüşmələr və mübahisələr yaşanması mümkündür. Qarşı tərəf bu yönləndirici davranışınızı qəbul edərsə, problem yaranmaya bilər. Amma buna müqavimət göstərildikdə, gərginlik qaçılmaz ola bilər. Yeni ayın təsirləri isə maliyyə mövzularına diqqət çəkir. Venera bürc dəyişənə qədər pul məsələlərində ehtiyatlı davranmağınız faydalı olar. Xüsusilə riskli və spekulativ təşəbbüslərdə yanılma ehtimalı yüksəkdir. Maliyyə ilə bağlı addımlar atarkən bəzi detalları gözdən qaçırmaq və ya həddindən artıq ehtiraslı bir yanaşma ilə hadisələrin üzərini örtmək meyli göstərə bilərsiniz. Bu həftə xüsusilə bu məqamlara diqqət edin. Əgər övladınız varsa, onun öz həyatında, işlərində və ya münasibətlərində bəzi məyusluqlar yaşaması da gündəmə gələ bilər. Siz həm övladınıza, həm də sevdiklərinizə dəstək olmaq üçün əlinizdən gələni edəcəksiniz. Ancaq bəzən kömək etməyə çalışarkən, qarşı tərəfin öz fərqindəliyini inkişaf etdirməsini gecikdirdiyinizi də
unutmaq lazımdır. Belə bir vəziyyətlə qarşılaşdığınızda bunu xatırlamağınız faydalı olacaq. Veneranın Oğlaq bürcünə keçməsi ilə birlikdə ünsiyyət sahələriniz sürət qazanır. Satış, tanıtım, reklam və marketinq mövzuları ön plana çıxa bilər. Təhsil və öyrənmə proseslərində daha ehtiyatlı, planlı və ənənəvi bir yol izləmək istəyə bilərsiniz. Logistika, media, radio, televiziya və ya reklamla bağlı işləriniz varsa, bu sahələrdə doğru əlaqələr quraraq möhkəm irəliləyişlər əldə etməyiniz mümkündür. Eyni zamanda, qardaşlarınız və qohumlarınızla olan münasibətləri daha tarazlı və qurucu bir nöqtəyə daşımaq imkanı da əldə edə bilərsiniz. Zövqlü və məhsuldar bir həftə arzulayıram. Əziz oxatan və yüksələn oxatanlar. Bu həftə diqqətiniz əsasən maddi mövzular üzərində olacaq. Həftəyə pul məsələlərini mərkəzə alaraq başlayırsınız. Gəlirlər, ödənişlər və maliyyə tarazlığı uzun zamandır zehninizi məşğul edir. Güzəranın çətinləşdiyini düşünməyiniz, pulla bağlı nəzarəti əlinizdə saxlamaq istəyinizi artıra bilər. Buna görə də gərgin bir tempdə hərəkət edə, ətrafınızda baş verənləri diqqətlə izləyərək vəziyyətə uyğun mövqe tutmağa çalışa bilərsiniz. Keçən şənbə, ayın 20-də, bürcünüzdə baş verən yeni ay, həyatımızın istiqamətini müəyyənləşdirmək və mühüm başlanğıclar etmək baxımından güclü təsir daşıyırdı. Lakin ailəvi məsuliyyətlər, evlə bağlı məsələlər və ya sağlamlıq mövzuları bu niyyətlərinizin ləngiməsinə, təxirə salınmasına və ya yarım qalmasına səbəb olmuş ola bilər. Xüsusilə bu həftə ailə ilə bağlı gözləntiləriniz artıbsa, sevdiklərinizdən daha çox diqqət, dəstək və ya xoş paylaşımlar gözləyirsinizsə, qarşılanmayan gözləntilər məyusluq yarada bilər. Bu nöqtədə gözləntilərinizi bir qədər tarazlamağınız faydalı olacaq. Digər tərəfdən, Veneranın Oğlaq bürcünə keçməsi ilə maddi mövzularda canlanma başlayır. Çərşənbə günündən sonra pul işləri daha axıcı bir hal ala bilər. Daha əvvəl yaşadığınız mübarizələr, böyük səy və yorğunluq artıq zəhmətinizin qarşılığını almağa doğru gedir. Bu prosesin ləzzətini çıxarmaqda haqlısınız. Həftənin sonuna doğru özünüzə vaxt ayırmaq, gəzmək, dolaşmaq və əgər övladınız varsa, onunla daha çox zaman keçirmək istəyə bilərsiniz. Şəxsi həyatınıza ağırlıq verəcəyiniz, biraz nəfəs alacağınız bir dövr sizi gözləyir. Zövqlü və bərəkətli bir həftə arzuluyuram. Əziz Oğlaq və yüksələn Oğlaqlar. Həftəyə tamamilə öz həyatınıza fokuslanaraq başlayırsınız. Qarşınızda olduqca səmərəli və önəmli bir dövr var. Bu səbəbdən planlı hərəkət etməyiniz sizə çox kömək edəcək. Görüləcək işlər siyahısı hazırlayın. Həftə boyu hər bir bəndi tək-tək tamamladığınızı görmək sizə həm motivasiya, həm də nəzarət hissi qazandıracaq. Bu həftə nəticə alma potensialınız yüksəkdir. Eyni zamanda sağlamlığınızı da biraz daha dəstəkləməyiniz faydalı olar. Xüsusilə sümük quruluşunuzu gücləndirmək üçün lazım olan əlavələri laqeyd yanaşmayın. Əgər yaşadığınız yerdə hava günəşlidirsə, açıq havada gəzinti etmək sizə çox yaxşı təsir edəcək. Daha soyuq bir bölgədə yaşayırsınızsa, bədəninizi isti saxlamağa və sümük sağlamlığınıza əlavə diqqət göstərməyə çalışın. Həftə boyunca, xüsusilə bazar ertəsi günortadan sonra, maddi mövzular ön plana çıxa bilər. Oxatan bürcündə baş verən yeni ayın təsiri ilə əslində böyük addımlar atmaqdan daha çox, biraz dayanıb gözləməli olduğunuz bir mərhələdəsiz. Həyatınızda eyni anda bir çox şey yaşanır. İş həyatında yaranan aksaqlıqlar, karyera ilə bağlı təzyiqlər və şəxsi həyatda ortaya çıxan çətinliklər sizi yorğun sala bilər. Bu həftə, daha əvvəl fərq etmədiyiniz detallarla məşğul olmaq məcburiyyətində qalmağınız da mümkündür. Bundan əlavə, qardaşlarınızın və ya yaxın qohumlarınızın həyatında bəzi problemlər gündəmə gələ bilər. Yaxın çevrənizdən dəstək gözləsəniz belə, bu dövrdə onların da enerjisinin aşağı olduğunu görə bilərsiniz. Kömək edə bilən insanlar isə sizi fərqində olmadan başqa istiqamətlərə çəkə bilər ki, bu da planlarınızı yenidən nəzərdən keçirməyinizə səbəb ola bilər. Xoş xəbər isə odur ki, Veneranın Oğlaq bürcünə keçməsi ilə üzərinizdəki təzyiq yüngülləşməyə başlayır. Özünüzə, zahiri görünüşünüzə və şəxsi qulluğunuza daha çox vaxt ayıracağınız xoş bir dövrə daxil olursunuz. Saç, geyim, alış-veriş, dəri baxımı kimi mövzular üçün olduqca münasib bir zamandır. Sosiallaşmaq, çölə çıxmaq və özünüzü yaxşı hiss etdirəcək addımlar atmaq sizə çox yaraşacaq. Bu müddətdə
Yeni tanışlıqlar gündəmə gələ bilər və ya mövcud münasibətlərinizdə gözləntilərinizi daha sağlam əsaslar üzərində qura bilərsiniz. Siz özünüzə dəyər verdikcə və özünüzlə harmoniya içində olduqca, ətrafınızdakı insanların da sizə olan marağının artdığını hiss edəcəksiniz. Xüsusilə subay oğlaqlar üçün olduqca xoş və diqqət çəkən bir dövrdür. Gözəl və səmərəli bir həftə arzulayıram, əziz oğlaqlar. Əziz dolça və yüksələn dolçalar. Həftəyə bir qədər istəksiz və aşağı motivasiya ilə başlayırsınız. Xüsusilə həftənin ilk günlərində həftə sonundan qalan yorğunluq enerjinizi aşağı sala bilər. İşləmək istəmədiyinizi, əlinizin işə getmədiyini hiss edə bilərsiniz. Əgər işlər uzun müddətdir yığılıb son həddə çatıbsa, bu vəziyyət üzərinizdə təzyiq və stres yarada bilər. Bu səbəbdən bu dövrdə özünüzə dincəlmək üçün məkan açmaq olduqca önəmlidir. Əlbəttə ki, yeni il təlaşı, hazırlıqlar və mən də nəsə etməliyəm düşüncəsi sizi hərəkətə keçməyə sövq edə bilər. Amma məhz bu nöqtədə sərhədlərinizi zorlamanız yorğunluğu daha da artıra bilər. Çünki bu müddətdə sosial çevrəniz kifayət qədər aktivdir. Dostlarla bağlı planlar, ortaq işlər və ya işdən gözlədiyiniz bəzi qazanc mövzuları ön plana çıxa bilər. Lakin bu gözləntilərin gecikməsi, təxirə salınması və ya düşündüyünüz kimi nəticələnməməsi ehtimalı da var. Buna görə məyus olmamaq üçün daha ehtiyatlı davranmağınız faydalı olar. Keçən həftə Oxatan bürcündə baş verən yeni ay sizin sosial çevrə və dostluqlar sahənizi təsirləndirmişdi. Bu yeni ay mühit dəyişikliyini və yeni insanlarla tanışmağı dəstəkləsə də, eyni zamanda bəzi xəbərdarlıqlar da daşıyırdı. Xüsusilə bu dövrdə atılacaq addımlarda reallıqdan uzaqlaşmamaq çox vacibdir. Yeni bir mühitə daxil olmaq, iş dəyişmək və ya fərqli çevrələrə qatılmaq istəyirsinizsə, gözləntilərinizi ayaqları yerə basan şəkildə formalaşdırmalısınız. Əgər planladığınız işlər gecikibsə və ya gözlədiyiniz kimi irəliləməyibsə, bunu daha gözəli olacaq deyə həddindən artıq nikbinliyə bağlamaqdansa, mövcud şərtləri düzgün analiz etməyə çalışın. Bu dövrdə nə qədər realist olsanız, bir o qədər rahat irəliləyəcəksiniz. Veneranın Oğlaq bürcünə keçməsi ilə birlikdə xariclə bağlı mövzular və ya uzaqlarla əlaqəli məsələlər gündəmə gələ bilər. Lakin səyahət etməsəniz belə, biraz geri çəkilmək, önəmli mövzulardan şüurlu şəkildə uzaq durmaq sizə yaxşı təsir edəcək. Bu prosesdə tək qalma ehtiyacınız arta bilər. İzdihamdan uzaq durduqca enerjinizi daha asan topladığınızı hiss edəcəksiniz. Qısacası, bu həftə sakitlik, dinginlik və daxilə yönəlmə zamanıdır. Özünüzü həddindən artıq zorlamadan, planlı və hüzurlu bir temp seçərək irəliləyin. Sevdiklərinizlə sadə və xoş anlar paylaşmağınız həftənin enerjisini daha balanslı yaşamağınıza kömək edəcək. Gözəl bir həftə arzulayıram. Əziz balıq və yüksələn balıqlar. Həftəyə gələcək hədəflərinizə və sosial çevrənizlə quracağınız xoş planlara fokuslanaraq başlayırsınız. Dost qrupları içində çox vaxt təşkilatçılığı üzərinə götürən, prosesi yönləndirən və ipi əlində saxlayan tərəf siz ola bilərsiniz. Lakin son dövrlərdə hər şeyi nəzarətdə saxlamağa və idarə etməyə həddindən artıq səy göstərməyiniz bəzi dostlarınızı narahat etmiş ola bilər. Buna görə də yönləndirməkdənsə anlamağa çalışmaq, bağları dərinləşdirmək və empati qurmaq daha sağlam olacaq. Xüsusilə çərşənbə günündən sonra bu yanaşma sizin üçün daha asanlaşacaq. Veneranın Oğlaq bürcünə keçməsi ilə birlikdə önümüzdəki 3 həftəlik müddətdə sosial mühitlərdə daha seçici davrana, sizə həqiqətən yaxşı təsir edən və güvən hissi verən insanlarla vaxt keçirməyi üstün tuta bilərsiniz. Əgər dostluq münasibətlərinizdə həll olunmalı mövzular varsa, bu dövrdə onları sakit və konstruktiv şəkildə ələ almaq da mümkün görünür. Həftənin digər vacib mövzusu isə yaxın günlərdə Oxatan bürcündə baş verən yeni ayın təsirləridir. Bu yeni ay, karyera və iş həyatınızı maraqlandıran sahələrdə yeni ehtimalları gündəminizə gətirdi. Ancaq bu proses çox da rahat irəliləmiş olmaya bilər. Əvvəlcə bəzi reallıqlarla üzləşmiş, gecikmələr və ya təxirəsalmalar yaşamış ola bilərsiniz. Sürətlə irəliləmək istəyərkən məsuliyyətlərin ağırlığını hiss etmək və ya bəzi tapşırıqları yetərincə dəqiqləşdirə bilməmək də mümkündür. Əgər belə hallar yaşanıbsa, bu həftə özünüzə qarşı dürüst olmağınız və sərhədlərinizi aydın şəkildə müəyyənləşdirməyiniz olduqca vacibdir. Qeyri-müəyyənliklər, həddindən artıq inanclar
və ya fanatik yanaşmalar xüsusilə iş, ailə və cəmiyyət qarşısındakı mövqeyinizdə sizi yanılda bilər. Eyni zamanda özünüzü biraz daha həssas, tez yorulan və ya immuniteti zəif hiss edə bilərsiniz. Bu təsir ən çox münasibətlərinizdə özünü göstərə bilər. Xüsusilə maddi paylaşımlar olan münasibətlərdə pul mövzularına bağlı gərginliklər və çəkişmələr gündəmə gələ bilər. Yaxın çevrənizdəki qohumlar və ya bacı-qardaşlarla bağlı bəzi məyusluqlar da bu həftəyə yoldaşlıq edə bilər. Veneranın Oğlaq bürcündəki hərəkəti təşkilati işlərinizi sürətləndirərkən uzun müddətli hədəflərinizi də daha konkret hala gətirəcək. Planlarınızı həyata keçirmək sizə motivasiya verəcək. Həftənin cümə axşamı və cümə günləri dəstəkləyici və axıcı təsirlər təqdim edərkən, həftə sonu daha çox maddi mövzulara və xərclərə fokuslana bilərsiniz. Ümumilikdə planlı, realist və balanslı qaldığınız təqdirdə həftəni olduqca səmərəli keçirə bilərsiniz. Gözəl bir həftə arzuluyuram, əziz balıq və yüksələn balıqlar.